Uşakların şehri. La 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 la. Yığışmışız bugün biz. Koy kökensin hepimiz. Oynamaya gülmeye. Bizim var hevesimiz. Yığışmışız bugün biz. Koy kökensin hepimiz. Oynamaya gülmeye. Bizim var hevesimiz. Parlayır güneşimiz. Mavidir gölerimiz. Buyurdu sabahıyı. Aileler sevinin siz. Parlayır güneşimiz. Mavidir gölerimiz. Buyurdu sabahıyı. Aileler sevinin siz. La 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 la. La 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 la. Tembellere yer yoktur bizlerin arasında. Çok mehriban uşaklar yığışıp sıramıza. Tembellere yer yoktur bizlerin arasında. Çok mehriban uşaklar yığışıp sıramıza. Parlayır güneşimiz. Mavidir gölerimiz. Buyurdu sabahıyı. Aileler sevinin siz. Parlayır güneşimiz. Mavidir gölerimiz. Buyurdu sabahıyı. Aileler sevinin siz. Hörmətli qonaqlar, əziz valideynlər və dəyərli müəllimlər. Bu gün burada sevinç, duyğu və xatirələrin birləşdiyi bir gündəyik. Balaca addımların böyük arzulara çevrildiği bir yolun sonuna və yeni bir başlanğıca şahidlik edirik. Bugün şirinlərin böyük arzuları ilə Sabaha Doğru adlı məzuniyyət tədbirimizə xoş gəlmisiniz. İndi isə sizi qırmızı halı üzərindən keçəcək dəyərli rəhbər heyətimiz, müəllimlərimiz və sevimli balalarımızla tanış olmağa dəvət edirik. Hörmətli qonaqlar, bugünkü tədbirimizin təşkilində böyük zəhməti olan dəyərli rəhbər heyətimizi qarşılayaq. Onların qayğısı və dəstəyi ilə bu bağça bir ailə kimi formalaşıb. Bizim sevimli müdirəmiz Ülker Nuriyeva və metodistimiz Güney Kazımova. İndi isə qırmızı halıda bizim ən böyük gücümüzü, tərbiyəçi müəllimlərimizi qarşılayırıq. Onlar hər uşağın ilk müəllimidir, hər görüşün səbəbidir, hər uğurun başlanğıcıdır. Şirinlərimizin sevimli müəllimləri Aysel,
işıqlı ulduzları Əbəlfəz Məlikli, Nağdızadə Uğur, Nurizadə Nuray. İndi isə səhnəyə bağçamızın şən və istedadlı böyük qruplarını dəvət edirik. İlk olaraq qarşınızda Dan Ulduzu qrupu, sevgi və qayğı ilə uşaqları gələcəyə hazırlayan dəyərli tərbiyəçilərimiz. Əskərova Günel, Qurbanova Ruhanə və onların sevimli balaları. Onlar sevincin, dostluğun və uşaqlığın ən gözəl rəngləridirlər. İndi isə qarşınızda İncilər qrupu dayanacaq. Mehribanlığı və sevgisi ilə seçilən dəyərli müəllimlərimiz Şükürova İlhamə, Dadaşova Nazilə və onların şən enerjili balaları. Bu balaca ürəklər gələcəyin böyük uğurlarına doğru addımlayırlar. Əkbərova Rəmziyə, Kələtərli Fatimə və onların sevinç dolu balaları qarşılayın. Onların gülüşündə uşaqlığın ən saf sevgisi yaşayır. Səhnəyə sevinç, ritm və duyğu qatan dəyərli musiqi rəhbərlərimizi qarşılayırıq. Uşaqların qəlbində musiqiyə sevgi yaradan, hər rəqsdə, hər nəğmədə zəhməti olan, sənət sevən müəllimlərimiz Mikailova Nərmin, Mehdiyeva İlahə və Hüseynova Elmira. Onların hazırladığı hər musiqi nömrəsi bugünün sevincinə çevrilir. Gəlin onları alqışlarla qarşılayaq. Və beləcə qırmızı xalı üzərində sevinç dolu addımlar tamamlanır. İndi isə sizi şirinlərin böyük arzuları ilə sabaha doğru adlı məzuniyyət tədbirimizin əsas hissəsinə dəvət edirik. Tədbiri açıq elan etmək üçün sözü müəssisəmizin rəhbəri Ülker xanıma veririk. Süleyman. Müəllimlərimiz, bugünümüzün balaca qəhrəmanları, sevimli körpələrimiz, məzunlarımız, sizləri salamlayın. Xoş gəlmişsiniz deyiləm, əziz ailələrimiz, əziz uşaqlarımız. Əziz balalar, bugün biz sizə görə buradayıq. Bugün sizin bayramınızdır, bugün sizin məzun gününüzdür. Siz artıq mühüm bir mərhələni, məktəbə qədər mərhələni geridə qoydunuz. Bağça həyatı ilə vidalaşırsınız. Sizin
qarşıda daha böyük bir mənzərə məktəb həyatı gözləyir. Əziz balalar, yolunuz açıq olsun, şansınız bol olsun, uğur daim sizinle olsun. Siz bağçaya gələndə lap balacaydınız. Bəzəniniz hətta ananızı belə əli bıraxmaq istəmədiniz. Amma bugün biz artıq məktəbə artıq dostluqlar qazanmış, vətənpərvər, əməksevər uşaqlar olmuşsunuz. Bu yolda bizimlə bərabər sizin valideynlərinizlə əməyi böyük oldu. Əziz valideynlərimiz, sizə minnətdarlığını bildirirəm. Bugün körpələrimizin gözündəki devincdə sizin böyük payınız var. Sizin bizimlə bərabər olmağınız, birgə əməyinizin nəticəsidir bu. Əziz müəllimlərim, dəyərli kollektivim, sizə təşəkkür edirəm. Bu illər ərzində əzmlər çalışdınız, səbir nümayiş etdirdiniz, körpələrimizə bilik, bacarıqlar əldə etdirdiniz. O biliklər ki, bu biliklər uşaqların sonraki fəaliyyətində onların təməli olacaq. Əziz məzunlarımız, sizi bir daha təbrik edirəm, öpürəm, bağrıma basıram. İnanıram ki, siz məktəb həyatında da uğurlar əldə edəcəksiniz. Bugün Respublikamızda həm də qurtuluş günüdür. Bir sözlə bayram bayrama qarışır. Bu bayramlar münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Və istərdim ki, bu günümüzə yaşadan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edin. Allah şəhidlərimizə rəhmət eləsin.
Allah şükür. Gelin görək həyatımızdakı en güzel sözleri necə xatırlayırıq? Uşaqlar, cənnət kimin ayaqları altındadır? Bəs sizə ilk bilgi, ilk savadı kim verib? Doğma torpağımızın adı nedir? Bizi geleceğe aparan en yaxşı dost nedir? Aferin size əziz balalar. Demek siz artık mektebe hazırsınız. Sevinç, hem de ayrılık hissi yaşayın. Sizin ilk uğurlarınıza şahit olmak, birlikte öğrenmek, gülmek bizim için unutulmaz idi. Bugün artık balaca körpeler değil, sabaha inanla adımlayan mektepli gibi karşınızdasınız. Her birinize şıklı yol, güzel uğurlar, xoşbəxt gələcək arzulayırıq. Unutmayın ki, bağçada sizi seven müəllimləriniz həmişə olacaq. Yolunuz açıq olsun. Öğrenirim, şeyler söylemeyi, canım
Biz bugün burada sizinle de böylediğinizi gördük. Artık eminim ki siz mektebe hazırsınız. Her biriniz bizim kalbimizde hususi iz bıraktınız. Biz sizi çok severiz. Bizim güzel aziz babalar. Il aime ses tours, il la voit partout.
layıklı evlat olasınız. Üzünüz həmişə gülsün. Əziz balalar, yolumuz açıq, gələcəyiniz parlaq olsun. Əziz balalar, biz sizi heç zaman unutmayacağıq. Biz sizi her zaman unutmayacağız. Yaşlı olan bu ne?
Mirzeyev Tuna. Melikli Ebelfer. Ekberov Ali. Mehmetli Gülay. Keremli Aysu. Zekili Avaneze. Mehdizade Amir. Ve sonra bizim resim teşekkürlerimiz var. Bizim valideynlerimizden her biriniz bize değerlisiniz, ensizsiniz, her biriniz büyük teşekkürlere layıksınız. Teşekkür edildiğiniz bizim bir valideynimiz var. Ekber Valiyelnur'a sahip kızı. Daim bütün tedbirlerde bizim yanımızda olan, bizim elimizden tutan, bize destek olan bir valideynimiz. Ona göre de ona teşekkür ederim.